Son günlər sosial şəbəkələrdə Oven Şirniyyat evindən alınan tortdan 6 nəfərin zəhərlənməsi ilə bağlı məlumat yayılır. Sözü gedən məsələni öyrənmək və araşdırmaq üçün Oven Şirniyyat evinə müraciət etdik. Burada gördüyünüz bu tort məhsullarımız bugün hamısı hazırlanıb, yüksək səviyyədə təhvil verilir. Sosial şəbəkələrdə eşitdiyim, bizim tortla əlaqəli eşitdiyim zəhərlənmə ilə bağlı deyə bilərəm ki, yəni bizim mətbəximiz hər kəsə açıqdır. Aidiyyəti dövlət qurumlarına da, hər kəsə də, hətta müştərilərin özünə də necə bir yüksək keyfiyyətdə, necə bir təzə məhsullarla işlədiyimizə, yəni əmin olmaq üçün gəlib yoxlaya da bilərlər. Yəni biz gündəlik məhsullarımızı hər səhər təzə-təzə vitrinlərimizə təhvil veririk. Qaldı bugün sosial şəbəkələrdən eşitdiyim zəhərlənmə ilə əlaqəli. Bunu deyə bilərəm ki, əgər mən inanıram ki, əminəm ki, özümdən bu bizim günahımız deyil. Ola bilər şirələrdən, ola bilər yay mövsümüdür, indi hər bir şeydən ola bilər zəhərlənmə. Əgər bizimdirsə, biz bu işin arxasından qaçmırıq da. Yəni yetərincə öz köməyimizi əsirgəməyik. Oven Şirniyyat evinin rəhbərliyi iddiaları təkzib edib və bildirib ki, belə bir hal baş veribsə də məsuliyyəti öz üzərlərinə götürməyə hazırdırlar. Onların sözlərinə görə bu cür hadisə ilk dəfədir qeydə alınır və istehsal zamanı bütün texnoloji və gigiyenik normalara ciddi riayət olunur. Tam əmin olaraq deyirəm ki, bu şayələr bizim qulağımıza çox çatır. Qəsdli şəkildə də ola bilər. Çünki bizim gündəlik məhsullarımız hər gün, hər səhər keyfiyyətlə yüksək səviyyədə yoxlayış aparırıq. Yəni tarixlərə dəqiq və düzgün riayət olunur və biz bunun qəsdli şəkildə olduğunu inanırıq. Biz hər gün yoxlayırıq, məhsullarımız təzəliklədir, məhsullarımız keyfiyyətlidir. Yəni sərbəst şəkildə deyə bilərəm ki, bizim şirniyyatlarımız gündəlik tarixinə baxılır, tarixsiz şirniyyatlar çıxarılır. Yəni inana bilmirəm ki, bizdən olan bir şey olar. Qeyd edək ki, Marniyuldə fəaliyyət göstərən Oven Şirniyyat evinin tortundan bir neçə nəfərin zəhərləndiyi ehtimal edilir. Hadisə barədə məlumatı zərər çəkənlərdən biri mülki fəal Nərmin Səfərova sosial şəbəkədə paylaşıb. O, Gürcüstanın Milli Qida Agentliyinə müraciət edərək müəssisədə yoxlama aparılmasını xahiş edib. Nəzərinizə çatdıraq ki, bugün Milli Qida Agentliyi artıq Marniyuldə baş vermiş ehtimal olunan zəhərlənmə faktı ilə bağlı araşdırmaya başlayıb.